Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə çoxdan bəri paylaşmaq istədiyim umaclı xəmirdən çox ləzzətli ürək bulquların hazırlanması olacaq. İnşallah ki, bəyənərsiniz. Lazım olan ərzaqları videonun alt bölümündə qramları ilə qeyd edəcəm. Öncəliklə unu ələkdən keçirdib, üzərinə şəkər pudrasını əlavə edirəm. Ardıca vanilin, ardıca qabartma tozu əlavə edib qatışdırıram. Daha sonra ankor kərə yağından bir qədər xəmiri əlavə edirəm və umac hazırlayıram. Umac hazır olduqdan sonra kənarda qatığı bir qaba əlavə edirəm. Üzərinə çox az çay qaşığının ucunda soda əlavə edirəm. Bir ədəd yumurta əlavə edib qatışdırıram. Daha sonra yumurtalı, qatıqlı qarışımı umacın üzərinə əlavə edib ələ yapışmayan kövrək xəmir yoğururam. Xəmirim hazır olduqdan sonra bu cürba yumuşaq bir xəmir olmalıdır. Üzerini salofan kulyokla bağlayıb xəmirin 2 dəfə artıq böyüməsini gözləyirəm. Gördünüz ki, xəmir bu şəkildə qəşəng mayalanıbdır. Görün nə gözəl xəmir mayalanıbdır. Belə qabdan çıxardıram xəmiri və daha sonra bizə yer mayası deyirlər də, bir dənə də bu şəkildə, yəni taxtanın üzərində yoğururam ki, elə bir ki, bulqu bişdikdən sonra və yaxud hər hansı bir şirniyyat hazırlayırsınızsa, xəmirdən sodanın iyi gəlməsin. Və xəmiri 2 hissəyə bölürəm və hər hissəni də gördüyünüz kimi kündələrə ayırıb, kündə yapıb qoyuram bir kənara. Daha sonra bir-bir həmin kündədən götürüb gördüyünüz şəkildə boşqab böyüklüyündə açıram. Elə bir ki, mən 4-4 açıb qoyuram ki, belə daha mənə asan olur. Və hər açdığım kündənin üzərinə bir qədər duru yağ çəkirəm. Üzərindən isə şəkər tozu səpirəm. Şəkər tozu zövqə görədir. Mən çox sevirəm bulquda şəkəri, yəni şirinliyini bulqunun çox sevirəm. Şəkər tozunu da çəkdikdən sonra gördüyünüz şəkildə birinci bu cür rulon kimi, yəni bükürəm. Daha sonra qatlayıram və ön hissəsindən bıçaqla kəsirəm. Bu şəkildə. Və gördüyünüz kimi ürək şəklində olur. Hamısını da eyni bu qaydada hazırlayıram. Daha sonra soba listinə yığıram. Üzərinə isə 2 ədəd yumurtanın sarısına biraz sarı kök, biraz duru yağ əlavə edib qatışdırıb bulqların üzərinə çəkirəm və sobanı da 200 dərəcədə qızdırıram və bulqların üzəri qızarana qədər bu şəkildə bişirirəm. Çox dadlı bulqlardır. Umaclı olduğuna görə inanın ki, ağızda ovulur. O qədər gözəl bir xəmirdir ki, yəni hazırlasanız peşman olmayacaqsınız. Uşaqlar çox sevəcəklər. Mütləq hazırlayın. Zövqə görə kişmiş də əlavə edə bilərsiniz. İnşallah ki, hazırlayıb sizlər də bəyənərsiniz. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəs heç kimin gözü, heç kimin qazanında qalmasın inşallah. Videomu bəyəndinizsə like edərək, yaxınlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamatla qalın.